Salam aleyküm, salam aleyküm, salam aleyküm. Ha, yavaş yavaş. Hardayız? Jakarta'dayız. Kardeş. Yorulmayaq, yorulmayaq. Ha, hardayız? Jakarta'dayız. İndoneziyanın hazırda paytaxtı olan Jakarta şəhərində. Hara gedirik? Bilməm hara gedirik. Çıxırıq gəzməyə. Gedək bir balaca Jakarta'nın önemli yerlerin, vacib yerlerin gezək. Əslində mən dünən də sırağa ümumiyyətlə 2-3 gündür buralardayım. Biraz gəzmişəm, amma çəkilişi bu gün edirəm. Gedək. Çünki hələ də o sənədlərimi tapmağın xoşbəxtçiliyi yaşayırdım. İstəmədim çəkiliş planı. Bundan Azərbaycanda heç istifadə olunmur. Heç istifadə olunmur ha. Amma çox ölkədə istifadə olunur hələ də. Bilmem, yani her yerde gaz var mı deyədi, neye görədir, onu bilmirəm, amma Türkiyədə daha çox istifadə olunur. Burada var, Filipində var idi, nə bilim, Cənubi Amerika ölkələrinin çox, onlara var. Qaqalarım istatdadılar, Cənubi Amerika ölkələrinin çoxusunda var idi. Yəqin, yəni, çox belə basırıq şəhərdir. Yəni Mumbai görmüş adamıq, yəni bura çox da belə sıx gəlmir, amma olsun. Gəlin biraz daha Jakarta haqqında danışaq. Çünki təzə Jakarta haqqında, ümumiyyətlə İndoneziya haqqında danışaq. İndoneziya haqqında demək olar ki, indiyə qədərki videolarda heç danışmırdı. Bu videoda danışaq da. İndoneziya deməli bir ölkədir, yaxşı ölkədir, sağlıqlarına qismət. Gəl İndoneziyadan biraz danışaq. İndoneziyanın ümumiyyətlə və tarixindən filan da məlumat verək. İndoneziyanın biraz tarixindən filan da danışaq. Çünki indiyə qədərki videolarda İndoneziyanın tarixindən filan çox danışır. İndoneziya əvvəllər kiçik krallıqlar filan olurdu. Yəni hər adada bir krallıqdır, bir sultanlıq filan bir imkan. Bu günə qədər də yəni onun o təsirləri görünür də. Yəni Geçsən Sulavesiyə tam fərqli bir dünya görürsən, Yavada tam fərqli dünya görürsən, nə bilim Papuada tamamilə fərqli bir dünya görürsən. Yəni bu indiyə qədər də hiss olunur. Fərqli adalar olubdu, öz krallıqları olubdu. Sonra Hollandlar bura gəlibdilər, buraları müstəmləkə edibdilər və yaxminən bir yalan olmasın bir 300 ildən artıq, 300 ilə yaxın deyək. When will it open? When will open? When? Every Monday. Every Monday? Yeah. Okay. Tomorrow again. Okay, okay. Bağlıdır. Niye bağlamışsınız buranı? Deyir, hər birinci gün bura bağlı olur. Neysə. Bura niye bağlayıblar? Bu şeyi göstərim sizə. Bu da bunların National Monument'dir. Buranın en büyük parkıdır Jakarta'nın. Düz deyək, sabah da buranı göstərə bilərəm, amma birdən deyim də. Bura en büyük parkıdır Jakarta'nın. Və ortadakı abidədə National Monument, yəni milli abidədə belə deyək, milli abidələridir. Hollandlar gəlirlər bura, Hollandlar buraları belə deyim, müstəmləkə eləyirlər. Gün vermirlər buradakı insanları. Danış! O qorxdum. Buradakı qanın içirlər buradakı insanları. Nədir bu zamanı qırıb qutaranmırsınız tərzində bir şey. Buradakı insanlara göz verirlər, işıq vermirlər Hollandlar. Sonra Napolyon bu şeydə böyle ora-bura hücum eləyəndə bu bir boşluq yaranır. İngilislər gəlirlər, qonurlar buralara. 5-6 il falan İngilislər buralarda qalır. Sonra Hollandlar deyir, qoy başım asılsın, gör nə qayıracam falan. Sonra Hollandlar təzədən İngilislərdən buranı alır. Yəni sülhlə. Bu arada 20 dənə yemək yeyib çıxım. Aşağı. Neysə, Hollandiya burada 300 ildən çox belə deyim, müstəmləkəçilik eləyir. Buraların qanın içirdə bu yetimlərin. Neysə, sonra 2-ci Dünya müharibəsi olur. 2-ci Dünya müharibəsində Yaponlar gəlirlər. Buradakı Hollandları qavalayırlar. Buralara otururlar. Yenə bu səfər bütün hər yerin nəzarəti bu səfər də Yaponlara keçir. Amma Yaponlar yəni belə çox da məsum burada Hollandları qovmur da. Hollandları qovur, özü daha da betər davranır yerli xalqa. Amma təbii ki, Yaponlar müharibəni uduzur və müharibəni uduzandan sonra yerli xalqı artıq
belə deyim də, milli şuur falan formalaşıbdır. İnsanlar artıq müstəqil olmaq istəyir. Deyirlər ki, Japonlar da getsə biz müstəqilik də. Hollandiya deyir, yox, aynə müstəqil kişi. Qaytarın mənim torpaqlarımı falan. Ora mənimdir. Yeri cəmaət deyir ki, yox da, olmaz falan. Hollandlar deyəcək ki, oyun oynamayın da. Gördünüz ki, Japonlar gəldi, aldı əlimdən. Niyə şey eləyirsiniz ki, ora mənim idi falan. Yeri cəmaət deyir ki, yox da, yəni biz artıq müstəqil olmaq istəyirik. Həvəsdir, bəsdir. Və Hollandlar burada çoxlu qırğınlar eləyir. Deyəsiniz ki, bax, balaca Hollandiya bu boyda İndoneziyaya necə müharibə elan edir falan deyirsən. Eləyir. Necə? Çünki yerli cəmaatın dəstəyini alır. Yəni, insan qırdırmağına var, ən bəsit nümunə. Bir balaca dini ayrı-seçkilik salsan, nə bilim, o təbəqə ayrı-seçkiliyi falan beşmişə salsan, denən ki, bunlar sənin düşmənlidir, geçsin qırsın. Ondan asan heç nə yoxdur. Və elə İndoneziyanı bir arada saxlayan şey də bu Hollandiyaya qarşı çıxmaq duyğusu olur. Çünki İndoneziyada deyilsəydi ki, İndoneziya müsəlman bir dövlətdir, gəlin birləşək falan. İndoneziya müsəlman bir dövlətdir, necə? Yəni Papua müsəlman deyil, xristiyandır. Sulawesi, yəni Toraya bölgəsi animistdir. Sonra nə bilim, Java bölgəsi müsəlmandır. Bali Hindudur. Yəni bütün hamısı ayrılardı. Yəni bildiyin yəni dağlardı. Onun üçün də bunlara bir dənə ortaq bir düşmən lazım idi. O ortaq düşmən də kim idi? Hollandlar idi. Hollandlara qarşı bir yerdə başladılar mübarizə aparmağa. Yəni bu da effekt verdi. 3-4 ildən sonra artıq Hollandiya məcbur qaldı İndoneziyanın müstəqilliyini tanıdı. Düzdür, düzdür. Yəni Hollandiya dolayısı yolla bugünkü İndoneziyanın sərhədlərini müəyyənləşdirmiş olsa da, yəni bu boyda böyük bir İndoneziyanın sərhədlərini Hollandlar müəyyənləşdirmiş olsa da, bugün Hollandiyaya yəni, qarşı burada qəti şəkildə bir simpatiya yoxdur, nifrət var. Çünki düşünürlər ki, Hollandlar insanları əsrlər boyunca kölə kimi işlədib ki, düşünürlər yəni həqiqətən belədir. Və əlavə olaraq bütün bu İndoneziyanın resursların falan 5 milyon hamısında Hollandiyaya daşıyıb aparmış. Onun üçün çox da Hollandlar burada rəğbətlə qarşılanmır. Yəni maraqlı bir şey deyim. Yogyakarta olanda orada Borobudur məbədinə getmişdik. Orada Borobudur məbədi bir İngilis tapıbdı, düzdür. Amma İngilislər orada qısa müddət qalıb baxı. Əsasən Hollandlar oldu orada. Və mən ora gedəndə orada heç kimi tək-tək buraxmırlar da. Yəni yuxarıya heç kəs tək-tək gedə bilməz. 7 nəfər, 8 nəfər qrup gedilir. Və o qrupla gedəndə o qrupun içində 4 nəfər idi ya 5 nəfər idi, Holland var idi. İndi gedirik belə, orada da tur rəhbəri olur. Tur rəhbərini deyirəm ki, bəs şeydir də. Tur rəhbəri deyir ki, bəs buradakı Borobudur məbədinin, nə bilim, daşlarını uğurlayıbdılar, nə bilim, burada vandalizm olubdu, o olubdu, bu olubdu, falan 5 milyon. Mən də sual verirəm ki, dirəşə sual verirəm. Kim uğurlayıbdı, kim uğurlayıbdı? Deyir, uğurlayıbdılar da uğurlayıbdı. Deyirəm, kim uğurlayıb baxı? Sonra çəkdim mən qırağa, deyir, Hollandlar uğurlayıbdı, bunlar da Hollandda, deyə bilmirəm ki, siz uğurlamısınız. Elə bir maraqlı bir söhbət olmuşdu. Nəysə, Hollandlar dediyim kimi buralarda çox da sevmirlər. Baxmayaraq ki, indiki İndoneziyanın sərhədlərini Hollandlar müəyyənləşdirildi. Belə. Haydi, getdik. İndi siz çox qəşəng bir yerə aparacaq. Çox. Burada hə, bunun girişi. Hə, burada. Hə, hara gəldik? Gəldik. Heç İndoneziyanın, dünyanın ən böyük dördüncü səhv eləmirəmsə məsciddə. 4-cü məscidi olan Məscid-i İstiqlala. İstiqlal məscidi. Gəldi gördüyünüz məscid. Gəldik İstiqlal məscidinə. Jakartanın belə deyim, simvollarından birisi sayılır bu İstiqlal məscidi. İstiqlal məscidi, İstiqlal müstəqillik demək elə. İstiqlal məscidi İndoneziya müstəqil olandan sonra onun şərəfinə tikilmiş bir məsciddir. Bəli, bu məscid dünyanın ən böyük 4-cü məscidi hesab olunur. İndoneziyanın isə ən böyük məscididir. Ümumiyyətlə İndoneziya dünyada ən çox müsəlman əhalisi olan ölkədir. Birinci yerdə İndoneziya gəlir müsəlman əhalisinin sayına görə və elə bu səbəbdən də dünyada ən çox məscid də hardadır? İndoneziyadadır. İndoneziya ilk sırada gəlir. Dünyada ən çox məscid olan ölkə İndoneziyadır. Yadınızda qalsın.
Bu da onların içərisində ən böyük olan məscid, Məscid-i İstiqlal. Və yaxşı, İndoneziya necə müsəlman olubdu? Nə əlaqə, yəni, çünki ərəblər buralara heç vaxt işğal eləməyibdi. Buralara gəlməyiblər. Necə olubdu ki, İndoneziyalılar müsəlman olub? Çox sadə. İndoneziyalılar qılınc yolu ilə deyil, ticarət yolu ilə müsəlman olubdu. Buralara gələn tacirlər, ərəb tacirlər gəlib buralarda yerli insanlarla ünsiyyət quranda, yerli insanlarla evlənəndə, nə bilim, ailə uşaq sahibi olanda filan beşməkan öz həyatları ilə və yaxud da ki, öz yaydıqları ideologiyalarla yerli insanların müsəlman olmasına, belə deyim, zəmin yaradıbdılar. Yəni, bu tərz məscid birinci səfərdir görürüm. Yəni, daha çox hansı bina, Milli Məclisin binasına daha çox oxşuyur. Bizdə Milli Məclisin binasına oxşuyur bəs. Yəni, pişiklər niyə quyruq var yox? Sən niyə quyruğun yoxdur? Pişiklər quyruğunu kəsirlər burada. Qəribədir, quyruqları yoxdur pişiklər, hə? Amma daha maraqlı bir şey deyim. Jakartanın, İndoneziyanın daha doğrusu, ən böyük məscidinin önündə də Jakartanın ən böyük katedralı yer alır. Bunun da səbəbi ondan irəli gəlir ki, İndoneziyalılar demək istəyir ki, biz nə qədər tolerant bir ölkəyik. Məscid qarşısında da kilsə, amma yəni sözdə deyil bu, həqiqətən də İndoneziya mənim bu günə qədər gördüyüm ən tolerant ölkə ola bilər, ən rəngarəng ölkə ola bilər. Yəni hər növ insan var da, yəni hər çeşid insan var, hər çeşiddə din də var. Yəni bir balaca aşağıya düşürsən, hindulardır, bir balaca yuxarıya qalxırsan müsəlmanlardır, bir balaca ondan şərqə tərəf gedirsən xristiyanlardır, adanı dəyişdirirsən animistlərdir. Yəni hər çeşid din var İndoneziyada və bunların hamısına da belə deyim, eyni yanaşırlar. Həqiqətən də çox, amma çox tolerant bir ölkədir İndoneziya. Bura qadınların girişi üçündür. Burada deyəsən qarışıqdır. Həm kişilər, həm qadınlar girə bilir burada. Girək içəriyə. İndi də çox lifti olan bir məscid görməmişdim. Məscidin lifti də var. No. Oh my God! No need. You're nothing handsome with you, nothing. Neyse, ayakkabımızı çıxartdıq. Ayakkabının altı bax. Hə. Ayakkabımızı çıxartdıq. Gedib girə bilərik içəriyə. Soruşur, müsəlmansan. Burada məscidin içərisi yuxarı main floor prayer hall yuxarıdadır. Bura birinci mərtəbədir. İrəli tərəfdə İslam məktəbidir. Burada da mədrəsə var, yəqin. Araya mədrəsə. Burada mədrəsə var. Harada da mədrəsə. Bura mədrəsədir. Mədrəsəni çəkmək istəyirdim. İcazə vermədilər. Mədrəsən olmaz. Ya da deyir, bizim ictimaiyyətlə əlaqələr, buranın Məscid-i İstiqlal deyil, ictimaiyyətlə əlaqələr yerindən icazə al. Onlarla birlikdə gələcək. Burada da dəstəmaz alınır. Onun daha geniş bir ərazisi də var. Bura baxın. Çox geniş bir meydanı var buranın. Wow. Meydanın böyüklüyünə bax. Çox qəşəng deyil. İndi içəridəki namaz yerini göstərəcəm. Bilmirəm, amma təxmin edirəm ki, yəni burada da kütləvi namaz olanda burada da namaz qılınır deyə təxmin edirəm. İnternetdə ona baxacam. Təxmin edirəm ki, yəni burada da kütləvi namaz qılınar hər halda.
Burada da böyük bir meydan var. Düz minarənin altında. Burada məscid, burada da kilsəni görürsünüz. Həqiqətən də İndoneziya çox tolerant bir ölkədir. Dəhşət tolerant bir ölkədir. Yəni məscidin yanında İndoneziyanın ən böyük məscidini tikirsən və düz onun qarşısında da böyük bir kilsə, katedral. Mənası o deməkdir ki, yəni İndoneziyada bütün dinlər bərabərdir. İndoneziyada tolerantlıq var. Main Floor Prayer House. Əsas ibadət zalı buradadır. Burada əsas ibadət yeri. Allah and the second Muhammad. Allah the God and Muhammad from the or the praying the main area this is woman main Bəli, bu formada bir yerdir. İndoneziyanın ən böyük məscidi olan Məscid-i İstiqlal, dünyanın ən çox məscidi olan ölkəsinin ən böyük məscidi olan Məscid-i İstiqlal belə bir yerdir. Bəli, burada dediyim kimi İndoneziyanın ən böyük məscidi hesab olunan Məscid-i İstiqlaldır. Bu məscid təqribən 17 il müddətində tikilibdir. Olduqca böyük bir məsciddir. 17 il müddətində tikilib və dediyim kimi İndoneziyanın müstəqilliyinin simvolu hesab olunur bu məscid. Getmək zamanıdır. Bu arada sizə bir şey deyirəm. Bu gördüyünüz bu kanal bəzi günlər suyu çox çəkilir və suyu çəkiləndə bu kanalın buradakı insanlar elə homelesslar falan kanalın içərisinə girirlər ki, kanal bəlkə faydalı bir şey gətiribdir. Kanalın içərisində buralarda falan üzüb faydalı bir şeylər axtarırlar bu kanaldan. Bu arada deyirəm yarımçıq qalır. Jakarta hal-hazırda İndoneziyanın paytaxtıdır, amma müvəqqəti. Çünki artıq İndoneziyanın paytaxtı köçürülür. Çünki Jakarta artıq dözmür, belə deyək, dözmür. Çünki hər il getdikcə daha çox batır. Jakarta ümumiyyətlərin səviyyəsindən aşağıda bir şəhərdir, bölgədir, belə deyim. Və getdikcə də batır. Hər il daha çox batır. Onun üçün də dövlət qərara gəlibdir ki, paytaxtı başqa bir yerə köçürsün və paytaxt da Borneo adasına köçürüləcək. Cəngəlliyin belə deyil, ortasına. Amma təbii ki, birdən-birə ən önəmli şəhəri götürüb başqa bir önəmli şəhərə çevirə bilmərsən. Onun üçün də Jakarta yenə öz əhəmiyyətini qoruyacaq, amma rəsmi paytaxt olmayacaq artıq. Rəsmi paytaxt dediyim kimi Borneo adasına köçürüləcək. Yəni belə deyək də, necə ki New York məsəl üçün ən önəmli şəhəridir Amerika Birləşmiş Ştatlarının, amma paytaxt Vaşinqtondur. Necə ki Sidney Avstraliyanın önəmli şəhəridir, amma paytaxt Canberradır. Necə ki İstanbul ən önəmli şəhəridir Türkiyənin, amma paytaxt Ankaradır. O tərz bir şey olacaq yaxın bir il ərzində İndoneziyada. Şimdi burada motosiklet şeyləri var. Taksiləri var. Hardan çıxır?
Ha? Tamam Pattaya. Apa Pak? Tamam Pattaya. Pattaya. Oh, Taman Fathahillah. Yes, Pattaya. Oh, Museum Fathahillah. I don't know. Kota. Kota ya, kota. Padahal turunnya di stasiun kota. Kota yes. Iya, kalau di Gondang dia kejauhan. Ne bileyim ne diyorsun hani. Bajiri. Taman Fathahillah. Aja deh, ini tembak. Enggak usah jangan begitu ah. Lo malu-maluin. Kira Gojek lu. Jadi masalah lagi ya, Cang ya. Senin de zulmünü diyen. Oke pakai ini aja, Bang. Sama Gojek, Bang. Gojek pakai Gojek. Hah? Order. No. Oh, yang gülme gidiyor lagi. 25.000. Oke. Oke. Boy, dong. Oh. Satu depan ya. Itu benar. Ini. Itu benar. Oke. Come on. Come on, baby. Kıza sana parasın kıza beni. Gel kıza. Bak bir manata göre var seni qatarla getmədin. Bak 1 manat qabağa düşəcəm deyə xanımla getdim. Okey ver. 1 manat. Itu masuk YouTube nggak? Masuk YouTube. Ha? YouTube. Sadigo. Saniago. No. Sadigo. Oke. Tulis. Oh ya. Tulis. Mukanya disorot ya ntar ya. Oke. Tulis. Ya. Nama channelnya. Oh, Sandiago. Oh, Sandigo ya. Bitti. Aha, çok kötü. Ciddi. Oy dur. Ciddi kıza ciddi. 1 manat qənaət eləyəcəm deyə mənim düşdüyüm zülmə bax. Bir manat yox, 1 manat yox. 1 manat 40 qəpik. 1 manat. Kız burada da Sure. Qadın kimləsə danışır. Yəqin ki, eğitməni danışır. Ayağım var. Bir dəqiqə sakinlər. Qarşı tərəfi cavabı gözləmir ha. Yəni, ancaq özü danışır. 1 qram sürə bilmir ha. 1 qram sürə bilmir. 2 dəqiqədən bir torsuz verir. Uzaqlamaq məcburiyyətində qalıram. Burada Allah yol özümə. Qız gəldi, qız dedi ümumiyyətlə xırdam yoxdur, pul verdim dedi xırdam yoxdur. Sonra getdi xırda tapdı falan. Oraya vermədiyim o məsələ 4 manat var idi ha. Qatara vermədiyim 4 manat var idi ha. Qıza daha çoxunu verdim. Dedi xırdam yoxdur, bu məndə qalsın falan. Ağladı elədi gözünün üçün. Qatara 4 manat versəydim bir şeydi ha. Rahat gələcəkdim. Qız ümumiyyətlə tramplin nə üçündür? Qız xəbəri yoxdur, qəç çəkildi. Tramplini nə üçün qoyublar ora? Yəni bütün tramplinlər üstə lom tullan gəlmişik. Of. Neyse burada bunların dedik içəri şəhər tərzi bir şey, amma içəri şəhər deyil. Buranın tarixi meydanıdır. Tarixi meydan da deyil. Nədir? Hollandlar buralarda olanda buraları özləri üçün belə deyim mərkəz olaraq istifadə edirdilər və burada bir xeyli Holland binaları falan görmək mümkündür. Bir xeyli. Demək olar ki, hər tərəfdə Holland binaları görmək mümkündür. Həmçində bu gördüyünüz təbii ki, yesapetlər. Ay, bu niyə yaşıldı? Hə. Həmçində bu velosipedlər təbii ki, Amsterdamdan görməyə öyrəşdiyimiz bu yesapetlərdən burada da var. Çünki buranı, belə deyim, biraz da kiçik Amsterdam adlanır. Amsterdama oxşamır qardaş bura. Niyə yalan danışırsınız? Holland binaları da deyil heç bunlar. Damatın başını alırlar. Hə, neysə. Buranın dediyim tarixi meydanıdır. Bu gördüyünüz yer. Bura adlanır
Kota Tua. Bizim kimi Jakarta'nın içəri şəhəridir. Bu Kota Tua. Velosipeddə kimlər sürür ümumiyyətlə? Yəqin ki, xanımlar üçündür. Yəni heç çünki yəni murskoy video yoxdur. Xanımlar falan sürür burada yəqin ki ona. Amma yəni qəşəng görüntüsü çıxa biləcək bir velosiped, yox. Maraqlıdır, rəngarəng. Xanımların diqqətini çəkə biləcək bir şeydir. Yəni belə bir yerdir. Əslində bura ən əsas elə bu hissə bütövlükdə belə deyim, Old Town-da da köhnə şəhərdir. Amma bura Fatayila meydanıdır. Bura Fatalila sayılır. Fatalila meydanı. Böyle bir meydan sayılır. Gördüğünüz gibi. Bu körpünün üstündə gördüğünüz binalar hamısı ümumiyyətlə Holland dövründə tikilmiş binalardır. Doğrusu əksəriyyəti öyle deyək. Hollandların dövründə tikilir. Bəziləri də elə Holland binalarına oxşuyur. Amma məsələn bura bir velosiped qoysaydınız, konkret bir Amsterdam görüntüsü yarada bilərdiniz. Amma qoymadınız, məni itirdiniz. Çünki Amsterdamda belə körpülərin qırağında əsasən velosipedlər olur. Turist çəkində hər şey, bütün ideyaları mən vereyim. Adi bu turist çəkmək üçün primitiv bir şey. Qoyursan buradan velosipedlər düzürsən, turistlər gəlir, şakaya burada şəkil falan çəkdirmək istəyirlər. Allah sevinirlər, əylənirlər, eləyirlər və salam. Belə. Hadi, davam edək. Amma yox, ətrafdan o şeyi ala bilirsən, yəni o Amsterdam belə deyim bir əhval-ruhiyyəsini ala bilirsən. Sadəcə olaraq elə bir ki, Amsterdam ola biləcək potensialı var imiş də, ola bilmiymiş kimi bir şey görünür yəni. Amsterdamda yəni bir dənə kanal deyil, yəni yüzlərlə kanal var. Amma ətrafdakı binalara falan beş-bircə baxanda yəni az çox o duyğunu ala bilirsin. Buralar hamısı Holland dövründə buralar hamısı mərkəz oldu. Buranın belə deyim də ən məşhur yerləri buralar oldu. Burada Bank Indoneziya var. Burada Niderland bankı var. Burada Jakarta Kota. Belə bir yer. Tamam. Aynı bak burada bir piyada keçidi var. Düzdür, mən bu piyada keçidinə keçmək üçün məni Allah deyib aha. Nə üstünə gəlsən, piyada keçid mədəniyyəti nə bilim elə. Bir yerlərə gedirəm amma özüm bilmirəm hara gedirəm. Bu ne kadar sigara çəkirlər ha. Çox sigara çəkirlər. Ümumiyyətlə rifah səviyyəsi aşağı olan ölkələrdə sigaret çəkmək faizi daha yuxarı olur. Camaat dərdindən gelib sigaretini çəkir, neyniyir. Yəni, bilmirəm amma konkret sigaret çəkmək faizi özellikle cənub ölkələrində dəhşət çox. Yəni sən gedib Norveçdə bu qədər sigaret çəkən adam görə bilmərsən. Birinci səbəbi odur ki, çox bahadır. Oralarda sigaret həddindən artıq bahadır. İkincisi də ki, yəni insanlar öz sağlıqlarını daha çox düşünürlər. Yəni ümumiyyətlə sağlıqlarını düşündükləri ölkələrdə sigaretin qiyməti bahadır. Yəni sigaretin qiyməti nə qədər baha olsa bir o qədər yaxşı. Yəni uzun yəni illər çəkmiş birisi olaraq 16 ilə yaxın sigaret çəkmişəm. Deyəm ki, yəni çox mənasız bir şey. Çox mənasız bir şey də. Tamam, okey, yəni bəzən sənə zövq verir. Amma bir paskanın içərisində tutaq ki, 20 dənə sigaret varsa, o 20 dənə sigaretin maksimum ikisinin üçün zövq almaq üçün çəkirsən və yaxud da o 2 dənəsi, 3 dənəsi sənə zövq verir. Qalan hamısı asıllıqdan irəli gəlir.
asılı olduğun üçün o sigaretləri çəkirsən. Belə. Burada Jakarta'nın Chinatown. Yəni Çin məhəlləsi. Böyük şəhərlərdə olduğu kimi Jakarta'da belə bir Chinatown var. Keçəyə baxaq. Ha, bir o qədər də böyük gəlmədi mənə ya. Əsas bu hissədir. Burada da restoranlar var. Bura girəndə konkret özü Çində falan istəyirsən. Maraqlı yerdir. Her taraf kıpkırmızıdır. Buralar heç mənə uyğun deyil. Hər yerin belə deyim, balaca eləyiblər keçidin özləri üçün. Mən də buralara sığışmıram. Heç sığışmıram özdə yəni. Ama bu tarafa keçəndə şey olur, nədə onlarda. Çin'den İndonezya'ya konkret karşı. Neyse video çok uzun oldu. Sevirəm. Onun için de elə videonu burada yekunlaşdıraq. Ben biraz daha gəzim edeyim. Artıq növbəti videodan başka şəhərdə olacaq. Hətta başka şəhərdə yox. İndonezya'nın başka bir adasında olacaq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.